Değerli izleyiciler, sualımıza qeyd edirik ki, Yusif İbn Əbi Sacdan fərqli olaraq Salari hökmdar Mərzban Məhəmməd Mosul hakiminin hücumlarına qarşı mübarizə aparmışdır. Doğru cavabımız Yusif İbn Əbi Sacdan fərqli olaraq Salari hökmdarı Mərzban Məhəmməd Mosul hakiminin hücumlarına qarşı mübarizə aparması. Uyğun cavabımız A uyğun gəlir. Dərbənd səddini təmir etməsi, Azərbaycan torpağına vahid dövlətə birləşməsi, Səlcuq dövlətinin asılılığını qəbul etməsi və Dərbənd səddini Yusif İbn Əbi Sac təmir elətdirib. Azərbaycan torpaqlarının vahid halda birləşməsi ortaq cəhətdir. Səlcuq dövlətinin asılılığını heç biri qəbul etməyib. Ərdəbil şəhərini paytaxta çevirmişdi. Ortaq cəhətdir. Ona görə də uyğun cavabımız A variantıdır. Digər bir sualda qeyd edilir ki, 3-cü əsrin 20-ci illərindən başlayaraq Azərbaycanın işğalına başlayan əvvəl Atropaten ərazisini, daha sonra Albaniyanın ələ keçirdilər. Həmin dövlətin hakimiyyəti və Azərbaycan ərazisinin inzibati baxımdan kustaqlığa bölünmüş, əhali xaraq və keçid vergiləri alınırdı. Şimal sərhədlərinin təhlükəsini təmin etmək üçün Dərbənd səddi inşa edilmişdi. Bir çox müdafiə qalaları tikilmişdi. Bu Sasanilər dövlətindən söhbət gedir. İndi burada mətndə bəhs olunan əsarət dövründən fərqli olaraq Ərəb əsarəti dövründə Azərbaycanda. Deməli, bu dövrdən fərqli olaraq, Sasanilərdən fərqli olaraq əhali can vergisi ödəyir. Hər iki dövrdə can vergisi olub. Məsələn, Sasanilərdə xaraq idi, deməli, daha doğrusu gecid idi, bunlarda cizyə idi. Ona görə də bu cavabı götürə bilməliyik doğru cavab kimi. Sosial dayaq məntəqəsi qeyri-Azərbaycanlı tayfalar, sosial dayaq məqsədi ilə qeyri-Azərbaycanlı tayfalar yerləşdirilib. Bu da oxşar cəhətdir. Məsələn, Ərəb xilafətində ərəblər, Sasanilərdə də fars dilli tayfalar yerləşdirilib. Bu da oxşar cəhət ola bilməz. Dəbil şəhərini inzibati mərkəzə çevirmişdir. Bəli, bunu doğru cavab kimi götürmək olar. Xidmət müqabilində verilən şərti torpaqların mövcud olması. Bu da ortaq cəhətdir. Məsələn, Xostak və eyni zamanda digərlərində İqta ilə Xostak. İqta, məsələn, Sasanilərdə Xostak idi, ərəblərdə də İqta olduğuna görə bunu da götürmürük. Mehranilər sülaləsinin varlığına son qoyulmuşdur. Bəli, 705-ci ilə son qoyulub. Ona görə də burada 3-5 uyğun cavabımız A variantı olacaqdır. Diqqətiniz üçün təşəkkür edirik.